Bir il oldu. Zamanın ölçüsü dəyişdi sanki. Günlər keçdi, fəsillər dəyişdi, amma bəzi səslər olduğu yerdə qaldı. Gülüşün və bir cümləni yarımçıq qoyub davamını baxışla tamamladığın anlar. Arxiv videolarında donub qalan saniyələr indi daha ağır gəlir. Çünki bilirsən, o anlar geri qayıtmır, amma itib də getmir. Bir il əvvəl həyat bir pauza düyməsinə basdı. Sonra yenidən davam elədi, amma ritmi tamam başqa cür idi. Hamı zaman hər şeyi sağaldır dedi. Zaman sağaltmadı, öyrətdi. Yoxluqla yanaşı yaşamağı, boş qalan yerləri xatirələrlə doldurmağı, səssizliyin bir də dili olduğunu. Bu videolarda təkcə sən yoxsan, burada dostluq var, səmimiyyət var. Heç vaxt yarım qalmayacaq söhbətlər var. Kadrlar dəyişir, amma his dəyişmir. Sən bizim yaddaşımızda həmişə eyni qalacaqsan, olduğun kimi. Səsinlə, baxışınla, zarafatlarınla. Biz buradayıq, səninlə bağlı hekayələri danışmağa davam edirik. Güləndə səni xatırlayırıq, belə susanda da. Çünki getmək yox olmaq demək deyil, bəzən sadəcə başqa cür qalmaqdır. Bir il oldu, sənin yoxluğunla yaşamağı bacardıq, amma alışmadıq. Alışmaq da istəmirik, çünki sən bizim həyatımızın keçmişi yox, içində qalan bir hissəsisən. Darıxırıq, darıxacağıq. Sağ olun, sağ gələn görüşlərə.